Azərbaycan və Rusiya dövlətləri bir-birinə nota verib. Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb. İki ölkə arasında Yekaterinburqda baş verən hadisələrdən sonra gərginlik artıb. Ülvi Həsənli vəkili ilə görüşdə iyunun 26-sından cərimə kamerasında saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirib. Aclıq nəticəsində onun çəkisi 77 kiloqramdan 71 kiloqrama düşüb. Aclıq etdiyi üçün Ülvi Həsənlinin səhhəti pisləşsə də ona tibbi yardım, həkim müayinəsi xidməti göstərilməyib. Sputnik Azərbaycan icraçı direktoru İqor Kartavov və şef redaktoru Yevgeniy Belasov barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Onlara dələduzluq, qanunsuz sahibkarlıq cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma kimi maddələrlə ittiham verilib. Həbslər Azərbaycan və Rusiya arasında gərginləşən münasibətlər fonunda baş verib. Sputnikin daha 5 əməkdaşı haqqında cinayət işi açıldığı bildirilir.